Matanın mahnısı, heç kim. Sadəcə mən rəqqasə kimiyəm orada. Orada. Amma rəqqasə kimi deyəndə ki, alında da Afaq xanımın verilişində oldu da o desən. Demək, verilişdə mən orada necə oldu? Biz əslində dost deyildik. Əslində biz deyə bilərik ki, belə bir-birimizi sevməyən bir insanlar kimi idi. Aramız yox idi və dedilər mənə ki, Səmirlə proqrama necə baxırsan falan. Dedim, normal. Aranız necədir? Deyirəm, heç nə yoxdur. Sonra aramızda necə oldu? Sonra gəldi, orada muğam yeri var axı. Dilbər sənin 14 gözəli ay kimi rüxsarı var. Dedim ki, Nigar xanım, bir dənə gələ bilərsən. Gəl bura, belə nə üçün gəlim? Deyirəm ki, gəl bir dənə sənə belə də vəsf eləyim, deyir, şahid mənə vəsf elə. Dilbər sənin 14 gözəli ay kimi rüxsarı var, qurban və dedim ki, muğamdan sonra gəlib oturacaq da, sağ olsun, o da oturmadı. Mən indi heç gözləmirəm də indi. Veriliş bir neçə müddət sonra getdi. Belə oynadı ki, sonra səhəri gün partladı. Səhərisi günlərdir. Daha bir də görüm telefonla mənim. Nigardan sonra mahnı bir necə oldu. Elə bir ki, mən hətta deyim ki, ən əsası bütün xanımlar matana olmaq istəyirdilər. Çalışırdılar video çəkməyə. Nigar elə bir ki, o mahnını bir şey elədi də, tamamladı. Tamam.